Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Bugün sizlərə əsrlər boyu xalq təbabətində xüsusi yer tutan bir bitkidən danışacağam. Bu, bağayarpağıdır. Görünüşcə sadə, amma faydaları ilə əsl təbii möcüzə olan bu bitki bir çox xəstəliklərin müalicəsində istifadə olunub. Yaraların sağalmasından tutmuş öskürəyə, həzm problemlərinə və dəri xəstəliklərinə qədər bağayarpağının təsiri sizi də heyrətləndirəcək. Əgər siz də kimyəvi dərmanlara alternativ axtarırsınızsa, bu videonu mütləq sonuna qədər izləyin. Gəlin birlikdə bağayarpağının sirlərini kəşf edək. Bağayarpağı qiymətli bitkilərdən hesab olunaraq xalq təbabətində geniş tətbiq edilir. Gec sağalan yaraların, həmçinin qastrit, zob, bronxit və şəkər xəstəliklərinin müalicəsində bu bitkidən istifadə olunur. Bundan əlavə damarların təmizlənməsi məqsədi ilə də istifadə olunur. Bildiyimiz kimi, pis xolesterinin və digər zərərli maddələrin damarların divarlarına yapışaraq tıxanıqlıq yaratdığını, bu səbəblə də qan dövranının pisləşdiyini artıq bilirik. Damar yetməzliyi riski artdıqca, damarların elastikliyi azaldıqca, orqanizmdə müxtəlif xəstəliklər meydana çıxır. Ən birinci əlamət bitməyən baş ağrılarıdır. Ardınca eşitmə və görmə qabiliyyəti azalır. Damarların axım gücü mənfiyə doğru irəliləyir. Ateroskleroz, insult və infarkt riski artır. Bağayarpağı bütün bu sadaladığım prosesləri tərsinə çevirə bilir. Müalicəvi məhlulu hazırlamaq üçün bir xörək qaşığı quru bağayarpağı götürün. Onu bir stəkan qaynar suya əlavə edin. Ağzını bağlayın, 10 dəqiqə dəmlənməyini gözləyin. 1 saat ərzində kiçik udumlarla için. Prosedur sutkada bir dəfə olmaqla 1-2 həftə təkrarlanmalıdır. Şəkərli diabet zamanı isə bu cür istifadə olunur. Vəziyyəti yüngülləşdirmək üçün bağayarpağından şirə hazırlamaq məqsədə uyğundur. Yarpaqların şirəsini çıxarın. Sonra bu şirəyə duru bal əlavə edin. Alınan qarışımdan bir xörək qaşığı götürün və gündə 3 dəfə, yeməkdən 15-20 dəqiqə qabaq qəbul edin. Şəkərli diabetdən əziyyət çəkənlərin həyat keyfiyyətlərini yaxşılaşdırmaq üçün digər bir vasitə isə bağayarpağı məhluludur. 2 xörək qaşığı bağayarpağını bir stəkan qaynar suya qatın. Vam odda qaynayanadək saxlayın. Sonra şüşə qaba qoyun. Bu qabı qaynar suyun içində təxminən 30 dəqiqə saxlayın. Cuna ilə süzün və ilıq halda yarım stəkan həcmində gündə 3 dəfə yeməkdən 15-20 dəqiqə əvvəl için. Sistit zamanı isə bağayarpağının faydaları bunlardan ibarətdir. Xəstəliyin həm müalicəsində, həm də profilaktikasında bağayarpağı köməyə çatır. Bağayarpağı yovşan, adaçayı, kiçik qızıl çətir bitkilərini eyni miqdarda bir-birinə qatın. Qarışımdan bir xörək qaşığı götürün və 1 stəkan qaynar suya əlavə edin. Effektliyini artırmaq üçün qarışıma biraz bal da əlavə etmək olar. Qarışımı şüşə qaba qoyun. Ağzını bağlayın. Vam odun üzərinə bir qazanda su qoyun və qaynayanadək gözləyin. Su buğulananda şüşə qabı onun içinə qoyun. Beləcə qarışımı vam odda təxminən 30-40 dəqiqə müddətində su vannası edin. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl bir xörək qaşığı bu məhluldan qəbul edin. Öskürək zamanı bağayarpağının faydaları. Öskürəyin səbəbləri bildiyimiz kimi müxtəlif olur. Eləcə də quru və bəlğəmli öskürəklə rastlaşa bilərsiniz. İstənilən halda bağayarpağından hazırlanan vasitə orqanizmin köməyinə çatır. Bağayarpağı əsaslı məhlul və ya dəmləmədən istifadə etdikdən sonra bir neçə saat ərzində vəziyyətin yaxşılaşdığını müşahidə edə bilərsiniz. Öskürəyin səbəbləri sırasında laringit, bronxit, allergiya və s. ola bilər. Sağalmaq üçün ən birinci soyuq dəyməni və qızdırmanı aradan qaldırmaq lazımdır. Təzə bağayarpaqlarını xırdalayın, az miqdarda distillə edilmiş suya qatın. Vam odda qarışdıra-qarışdıra qaynayanadək gözləyin. Sonra üzərinə biraz bal əlavə edin. Gün ərzində hər saat başı 1 çay qaşığı bu qarışımdan qəbul edin. Mədə-bağırsaq problemləri zamanı isə bağayarpağının faydaları bunlardan ibarətdir. Qida zəhərlənməsi, qastrit, mədə xorası zamanı bağayarpağı müalicəvi təsir göstərir.
göstərir. Təkcə 12 barmaq bağırsağın kəskin iltihabı zamanı bağayarpağı istifadə olunmamalıdır. Yerdə qalan bütün mədə-bağırsaq problemlərində bitki müsbət effektə malikdir. Bağayarpağı şirəsi mədə ağrılarını azaldır, iştahı açır, mədənin turşuluğunu normaya salır. Bağırsaqdakı iltihablanmanı aradan qaldırır. Gündə 3 dəfə, hər dəfə yeməkdən 30 dəqiqə əvvəl bir xörək qaşığı həcmində bağayarpağı şirəsi için. Bağayarpağını gövdəsi ilə birgə yuyun, üyüdün, cunaya bükün və bükülü halda qaynar suyun içinə, vam odun üstünə qoyun. Bir neçə dəqiqə qaynadın, sonra götürün. Suyu ilıq halda için. Mədə xorası üçün hazırlanacaq vasitəni həkim nəzarətində qəbul etsəniz yaxşı olar. Bir çay qaşığı quru bağayarpağını və bir çay qaşığı quru adaçayını üyüdün. Yarım litr qaynar suya əlavə edin. Vam odda 5-7 dəqiqə qaynadın. Sonra termosa tökün və 5-8 saat saxlayın. Gündə bir dəfə yarım stəkan həcmində bu qarışımdan için. 10 gün təkrarlanan proseduradan sonra 10 gün fasilə verin. Növbəti dəfə proseduranı başladığınızda gündə 3 dəfə qəbul edin. Xoralar zamanı isə istifadə qaydası belədir. Bildiyimiz kimi orqanizmin müxtəlif nahiyəsində xoralar meydana çıxa bilər. Bir xörək qaşığı bağayarpağını xırdalayın. Bir stəkan qaynar suya əlavə edin. Qabın ağzını bağlayın. 15-20 dəqiqə dəmləndiyini gözləyin. Sonra cuna ilə süzün, məhlulu zədəli nahiyəyə çəkin. Furunkulyoz üçün də bağayarpağından məhlul hazırlaya bilərsiniz. Bunun üçün bərabər miqdarda bağayarpağı, adi dəvədəbanı və nanə götürün. Qarışdırın, alınan qarışımdan bir xörək qaşığı götürün. Bir stəkan qaynar suya qatın. Ağzını bağlayın, 20 dəqiqə gözləyin. Sonra gündə 3 dəfə, hər dəfə yarım stəkan olmaqla bu məhluldan qəbul edin. Bağayarpağının digər hünərlərindən biri də sonsuzluqla mübarizədir. Həm kişilərə, həm də qadınlara övlad sahibi olmağa kömək edən bağayarpağından bu məqsədlə hazırlanan vasitənin resepti budur. Bir xörək qaşığı quru bağayarpağını bir stəkan isti suya qatın. Ağzını bağlayın və qabı 5 dəqiqə qaynar su vannasında saxlayın. Sonra 12 saat dəmlənməyini gözləyin. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 2 xörək qaşığı bu qarışımdan qəbul edin. Müalicənin müddəti 21 gündür. Sonra bir həftə fasilə verin. Ardınca kursu təkrarlayın. Qadınlar üçün bağayarpağı daha faydalıdır. Bitkinin tərkibindəki fitosterinlər aybaşı siklinin normallaşmasına, yumurtalıqların inkişafına və klimaksın gecikməsinə kömək edir. Əziz dinləyicilər, bağayarpağının faydaları olduğu kimi zərərləri və əks təsirləri də var. Bəzi mədə, bağırsaq və qan xəstəliklərinin kəskinləşməsi zamanı bağayarpağından ehtiyatlı olmaq lazımdır. Tromblar, yaxud individual həssaslıq da bağayarpağından uzaq durmaq üçün əsas səbəblərdəndir. Bəzi insanlar bağayarpağı əsaslı vasitələrdən istifadə edərkən ürək bulanma, hətta qusma ilə üzləşirlər. Bunun əsas səbəbi bitkinin özünə məxsus dadıdır. Bağayarpağı istifadəsindən sonra ishalla üzləşdiyini deyənlər də var. Mütəxəssislər bunun səbəbini belə izah edir. Bağayarpağı bağırsağı təmizləyir. Hamilə qadınlara və süd verən analara da bağayarpağından uzaq durmaq məsləhətdir. Hamilə qalmağa kömək edən bitki hamiləlik zamanı dölün inkişafına mənfi təsir edə bilər. Təmizləyici və antibiotik xüsusiyyətə malik olduğundan körpədə müəyyən problemlər yaratma ehtimalı böyükdür. Əziz dinləyicilər, bağayarpağının bu qədər faydalı olduğunu bəlkə də bir çoxunuz bilmirdiniz. Təbii vasitələrlə sağlam qalmaq istəyən hər kəs üçün bu bitki əvəz olunmaz bir nemətdir. Əgər bu video sizin üçün faydalı oldusa, bəyən düyməsini basmağı, kanalıma abunə olmağı və fikirlərinizi şərhlərdə bildirməyi unutmayın. Gələcək videolarda daha çox təbii müalicə üsulları və bitki sirləri ilə görüşmək ümidi ilə sağlam qalın. Sonda onu da deyim ki, bu video məlumat xarakteri daşıyır. Əgər hansısa sağlamlıq problemi yaşayırsınızsa, həkiminizin göstərişlərinə əməl etməyiniz tövsiyə olunur.